Övladında olan nitq inkişaf ləngiməsinə görə çoxsaylı sahələri və mərkəzləri dolaşan Azərbaycan xalqının əziz valideynləri. Birinci, burada bizim başa düşməli olduğumuz bir məqam var. Ana südü verərkən uşağın bədəninə lazım olan maddələri vermişik, yoxsa qarşı acılıq yaranır? Burada nə demək istəyirəm? Ümumiyyətlə, əgər uşağın beyninə lazım olan amin turşular, vitaminlər, minerallar və doymamış yağlarda çatışmazlıq varsa, siz o uşağı nə qədər dərmanla müalicə etməyə çalışsanız da, onun hiperaktivliyini, nitq ləngiməsini aradan qaldırmağa çalışsanız da, onunla nə qədər pedaqoji şəkildə məşğul olsanız da, uşağın beynində əgər o sinir ötürücülüyü normal qaydada icra oluna bilmirsə, buradan nəticə əldə etməyiniz demək olar ki, mümkünsüzdür. Əgər bu tipli problemin qarşısını almaq istəyirsə, birinci özümüzü sorğulamalıyıq. Bu uşaq dünyaya gəldiyi zaman ana südü qəbul edibmi? Ana südünü neçə müddət qəbul edib? Yaxud içməyibsə belə, süni qidalandırıcılarla yanaşı ona biz nə yedizdirmişik? Hamiləlik gedişatı necə keçib və s. Burada bir sıra faktorlar var. Bizə əsas müraciətlər gəlir, nitq ləngiməsi, əqli gerilik, autizm spektr pozuntusu, hiperaktivlik, diqqət yayınıqlığı və bu kimi digər şikayətlər. Bunların hər biri beynin qidalanmasına lazım olan maddələrin çatışmazlığından gəlir. Yəni təməlində vitamin və minerallar, eyni zamanda doymamış yağlar və amin turşular durur. Bu çatışmazlığı aradan qaldırmaq üçün bizim səhifəmizdə çoxsaylı nəticələr var. İnanmayanlar keçid edib baxa bilərlər. Xüsusilə bu problemlə bağlı nitq ləngiməsi üzərindən çoxsaylı nəticələr əldə etmişik. Əqli geriliklə, autizm spektr pozuntusu ilə bağlı da çox yaxşı nəticələrimiz var. Əgər siz də psixoloji seanslara getməyinizə rəğmən, istədiyiniz nəticəni əldə edə bilmirsinizsə, müalicələr verməyinizə rəğmən nəticə ala bilmirsinizsə, mənim tövsiyəm sadəcə bu olan yanaşı, bu qida əlavələrini də həmin uşağın rasionuna əlavə edin. Bu, iyonlaşmış, fermentasiya olunmuş kalsiumdur. Bu, onlardan sadəcə biridir. Növbəti məhsul isə omega 3, yəni balıq yağıdır. Bu, balıq yağı fosfolipid tərkibli olduğuna görə uşaq orqanizmində ən kiçik zərrəcik formasında sorulması baş verir. Siz onu verərkən uşağın sinir hüceyrələri özünə lazım olan maddələri götürür. Ondakı hiperaktivliyin, əqli inkişaf ləngiməsinin, nitq ləngiməsinin səbəbi aradan qaldırılmış olur. Nitq ləngiməsi ilə bağlı bir həftəyə, 10 günə nəticə aldığımız uşaqlar belə var. Hətta səhifəyə keçid edib baxsaz görərsiniz ki, 8 yaşlı uşaqdan belə 15 günə yaxşı nəticə əldə etmişik. Halbuki uşaq 3 yaşından bəridir, logoped, psixoloq dəstəyi almağına rəğmən uşaqda istənilən nəticə alına bilməmişdir. Burada əsas faktor lesitin, histidin amin turşularıdır ki, bunun tərkibində olan qida əlavəsi faktoru bizim apteklərimizdə sintetik formada var və yaxud da ki, heç ümumiyyətlə tapılmır. Bunu siz ancaq fermentasiya olunmuş kalsium içərisində verərsinizsə effekti əldə edəcəksiniz. Niyə? Çünki fermentasiya olunmuş kalsium ümumdiyə